Salam dostlar. Gəlin bu gün 5-ci sinif səhifə 62-də Circus Life mətnini oxuyaq. Görək bu gün yeni nələrimiz var. Let's get started. Circus Life. Sirk həyatı. Circus. Sirk. Life. Həyat. Circus Life. Sirk həyatı. Hi, I'm Anna and I'm 14. Salam, mən Annayam və mənim 14 yaşım var. I'm always in the air and on the road. Mən həmişə ya da hər zaman havadayam və yoldayam. Dostlar, birazdan məlum olacaq nəyə görə deyir havadayam və nəyə görə deyir yoldayam. İndidən deyim, havadayam ona görə deyir ki, akrobatik hərəkətlər eləyir və havada olur onun hərəkətləri. Yoldayam ona görə deyir ki, hər zaman səyahət eləyir, bir şəhərdən başqa şəhərə gedir, ona görə daimi olaraq yoldadır. Yəni harasa gedir. I'm from Prague, the capital of the Czech Republic. Mən Praqadanam. Çex Respublikasının paytaxtı. Ya da cümləni belə deyə bilərik. Mən Çex Respublikasının və yaxud da Çexiyada deyə bilərsiniz. Çexiyanın və yaxud da Çex Respublikasının paytaxtı olan Praqadanam. I live in a trailer with my little brother Jan and our parents. Mən balaca qardaşım Can və valideynlərimlə qoşquda yaşayıram. Dostlar, qoşqu bizim bildiyimiz ev deyil, maşının arxasına qoşularaq, maşınla birlikdə hərəkət edən bir şeydir, adına qoşqu deyirlər. Bu onların ev tipli yaşayış məskənidir. Our trailer is part of a big circus caravan. Bizim qoşqumuz böyük sirk kərvanının hissəsidir. We travel around Europe and home is where the heart is. Biz Avropanı səyahət edirik. Travel səyahət eləmək. Around Europe Avropanı, yəni bütün Avropa üzrə səyahət edirlər. Və ev ürəyin olduğu yerdir. Home is. Ev oradır ki, haradakı ürək var. Yəni hərfi tərcüməsi budur. Amma biz belə tərcümə edə bilərik. Ev ürəyin olduğu yerdir. I don't go to a regular school. Mən adi məktəbə getmirəm, yəni ənənəvi məktəbə getmirəm. My brother and I take classes with my parents in the morning. Qardaşım və mən səhərlər valideynlərimlə dərs keçirik, yəni dərslər alırıq. I have an online tutor too. Mənim həmçinin onlayn müəllimim var. I also have a place in the trailer to study and keep my things. Dərsləri oxumaq və əşyalarımı saxlamaq üçün qoşquda mənim həmçinin yerim də var. In the afternoon, I hang out with my friends in the circus and I practice my skills. Günortalar mən sirkdə dostlarımla əylənirəm və bacarıqlarımı yoxlayıram. Dostlar, practice yoxlamaq, sınaqdan keçirmək, praktika eləmək, yəni onları tətbiq eləyir. I don't have friends outside the caravan, but it's okay. Mənim kərvandan kənarda dostum yoxdur. Amma bu problem deyil. It's okay, yəni bu normaldır, bu problem deyil. Tərcümə eləyə bilərsiniz. I meet new people in every town we stop in. Mən dayandığımız hər şəhərdə yeni insanlarla tanış oluram, qarşılaşıram. Meet həm qarşılaşmaq, həm də tanış olmaq kimi tərcümə eləyə bilərsiniz. Burada böyük ehtimal tanış olmaqdır. Yeni insanlarla tanış oluram. I do juggling and aerial acrobatics. Mən janglyorluq və hava akrobatikası edirəm. I practice 7 days a week for 4 hours, but I don't mind because I love acrobatics. Mən həftədə 7 gün 4 saat praktika eləyirəm. Amma etirazım yoxdur, çünki mən akrobatikanı sevirəm. In the evening we do our show. Axşamlar biz şoumuzu göstəririk. Mom, Dad, Can and I do a family act together. Anam, atam, Can və mən birlikdə ailə nömrəsi göstəririk. Dostlar, sirkdə bunlara nömrələr deyirlər. Ona görə də do an act nömrə göstərmək kimi tərcümə eləyəcəyik. I like my life because we're free and we do what we love. Mənim həyatım xoşuma gəlir. Çünki biz azadıq
və sevdiyimiz işi görürük. Belə dostlar, ümid edirəm maraqlı oldu. Fikirlərinizi rəy bölməsində gözləyirəm. Have a nice day. Bye. Are you ready to laugh? Here we go!